Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Demin bugün 10 may tarixində keçirdiyi ədəbiyyat, daha doğrusu 3-cü qruplar üçün olan blok sınağının ədəbiyyat suallarına baxaq. Azərbaycan dilini biraz bundan əvvəl yerləşdirmişik, ona da baxa bilərsiniz. Kanalımıza da abunə olun. İnşallah nəticələriniz də yüksək olar. Deməli uşaqlar, bir də bu sol tərəfdə gördüyünüz sürət qrupumuz mayın 24-dən sonra başlayacaq. O vaxta kimi qoşulanlara endirim var. Ondan sonra da qoşula bilərsiniz. Və belə sınaq qruplarımız da hal-hazırda fəaliyyət göstərir. İstəsəz birinci bloka qədər də qoşulmaq olar. Nəysə ki, indi baxaq suallarımıza. Deməli, birinci sualda nə deyir bizə? Deyir ki, Vaqif piyesindəki Vaqif obrazı ilə bağlı yanlış fikirləri müəyyənləşdirin. İbrahim xanı zalımlıqla, xalqla ədalətsiz rəftar etməkdə günahlandırırmı? Eləyir belə şey, doğru fikirdir. Xuramanın xəyanəti onu sarsıtsa da Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. Bəli, icazə vermir. Deyir ki, zamanı günahlandırır da ən çox da. Qacarla görüşündə onun mədhiyə yazmaq təklifi ümumiyyətlə yox idi. Deyir, gərək farsça yazsın sənətkar, belə bir təklif eləmişdi. Qacarın törətdiyi vəhşiliklərə etirazını bildirmək üçün onun qurduğu məclisə gəlir. Belə bir şey də eləmir, qurduğu məclisə özdə. İbrahim xanla münaqişəsinin əsasında onların xalqa fərqli münasibəti durur. Bəli, xalqa fərqli münasibətdədirlər. Elə əsas da budur. Eldara münasibətdə bunu görürük. Xarakterin açılmasında Xuraman obrazı da mühüm rol oynayır. Bəli, istər Xuraman, istər İbrahim xan, istər Qacar onun xarakterinin açılmasında rol oynayır. Yanlışlar deməli 3-4-dür. Deməli, Rızanın bir çox poemalarını birləşdirən cəhətlər sırasına verilə bilməz. O taylı bu taylı Azərbaycan birliyi və azadlığı. Ümumiyyətlə, Rəsul Azərbaycanın birliyini düşünən adam deyildi. Bunu həmişə yadınızda saxlayın. O taylı bu taylı, nə bilim, türkçülük, elə bir şeylər yazmırdı. Yaradıcılığı şəxsiyyətlərin ölməz amallarının yaddaşlarda dirçəlməsi, yaradıcı şəxslərin daha doğrusu. Məsələn, elə bunu götürə bilərim Mikail Müşfiqlə bağlı poemasını. İnsana dərin məhəbbət əsərlərində var. Ortaq söykəyə malik türklərin ulu keçmişinin tarixi. Bunun üçün türkçülük deyil də daha çox Rusiyaya xidmət edən adam idi. Rusiya deyəndə, yəni Sovetə. Ona görə bunu götürmək olmaz. Yəni bu səhv fikirdir. 1-4 olacaq səhv fikrimiz. Mirzəlalın açıq kitab əsəri ilə bağlı doğru fikri müəyyən edin deyil. Vahidin ətrafdakılara münasibəti, ətrafdakıların da Vahidə münasibəti. Gəldiyevi tələbənin düşməni hesab edirdimi? Bəli, elə deyirdi. Rübabənin Gəldiyevin bir qadasında qalmasını istəyirmi? Xeyr. Rübabə özü keçmişdi bunun bir qadasına və elə bunun bir qadasında qalmağı da istəyirdi. Komsomol iclaslarında Verdiyevdən narazı olduğunu bildirir. Verdiyevdən narazı olduğunu Vahid harda bildirdi? Belə bir şey eləmədi. Yanlışdır. Deməli, ətrafdakılara münasibəti. Biz burada gördük nə? Deməli, biri tapdıq. Vahidə münasibət. Vahidə münasibət görə necədir? Onun institutdan qovulması xəbəri Rübabəni sarsıdırmı? Əlbəttə sarsıdmışdı. Sonra Vəzirbəyli ona böyük ümid bəsləyirdi. Bəli, deyir ki, qocaman memarlarla yanaşı gərək Vahid kimi gənclərə də yer verək. Belə bir cümləsi var idi. Poladov Vahidin müsabiqədə iştirakına etiraz edirmi? Xeyr, etiraz etmir. Deməli, burada 1-i götürəcəyik, burada da 4-lə 5 götürəcəyik. Cavab da olacaq 1-4-5. Nurəddin əsəri ilə bağlı uyğunluğu müəyyən edin. İmamverdi və Tanrıqulunu müqayisə eləyəcəyik. Bunların uyğunlaşdıracağıq daha doğrusu. Baxaq. Deməli, deyir ki, övladının təhsilli görmək istəyir. Bu təbii ki, Tanrıquluydu, atası, nə idi? Əmraslanın atası idi. Bunu götürəcəyik bura. Deməli, A. Övladının evlilik istəyinə qarşı çıxırmı? Deməli, İmamverdi idi də, İmamverdi. Evlilik və istəyinə qızının, yəni Gülpərinin, deyək. Evlənməsinə də, Əmraslanın evlənməsinə o vaxt icazə verməmişdi. Beni buraya yaza bilərik. Rəhimlə eyni şəhərdə yaşayır. Xeyr, Rəhimlə eyni şəhərdə bunlar yaşamırlar. Övladının evləndiyinin şahidi olur. Bunu şahidi olan deməli İmamverdidirmi? Bəli, İmamverdidir. Deyəni buraya yazacağıq. Övladını Ərköyün böyüdür. Bu da Tanrıquluydu ki, Əmraslanı Ərköyün böyütmüşdü. Deməli, 1-ə götürəcəyik. 1-ə B-dır, 2 A-yı. C variantı. Deməli, burada da deyir ki, məni candan usandırdı. Bir də Badisaba mənim dərd dilimi, amma yanlış fikirlər istəyir bizdən. Diqqətli olaq. Deməli, bu deyir ki, aşıq fikirlərini
ardıcıl olaraq sual şəklində ifadə edir. Bunu verib hara vermişdi? Birinciyə verib, amma yanlışdır bu. Niyə? Çünki ortaq cəhətdir. Sufiyanə məhəbbətin əlaməti, bəli, ikinci şeydə Mənə candan usandırdı var idi bu. Şeirdə şairin özünə müraciət olmasa da müraciət obyekti var. Bu ortaq cəhət kimi götürəcəyik. Bunu elə ortaq cəhət verib, düzdür? Hər ikisində var. Məsələn, Məni candan usandırdı Həbibin müraciəti var. Füzuliyə müraciəti yoxdur. Füzuli Ründüşaydadır deyir. Badi Səbada da elə Badi Səbaya müraciət var. Zakirə müraciət yoxdur. Zakirin əhvalın xublar şahına deyir. Ağlaya-ağlaya dedi, nə dedi. Ona görə bu yanlış fikirdir. Sonra deyir ki, lirik qəhrəman eşq yolunda çəkdiyi dərdini bəzən mübaliğəli. İkisində də var mübaliğə. Ona görə bunu bu tərəfdə verib. Buna baxın, yanlışdır bu. Sonra şeirdə aşiqə mane olan bədxah rəqib obrazı. Bu da yanlışdır. Heç birində belə bir şey yoxdur. Nəysə 1-4-6 deməli 1-4-5 5-i nə dedik? Bəzən bu ikisinə də aid idi də, doğrudan özüm deyib özümlə plus qoymuşam. Deməli nəysə 1-4-5-6. Çanaqlı bağa təmsilindəki əqrəb obrazı ilə bağlı doğru fikri müəyyənləşdirəcəyik burada da. Deməli deyir ki, pis əməlinə görə əsərin sonunda peşman olduğunu dilə gətirir. Belə bir şey eləmir. O əqrəb suya, deməli, çanaqlı bağa suya kəllə vuranda o suda qaldı. Hər hansı bir fikri yoxdur. Dostluğun qədrini bilməyən nankördürmü? Nankördür. Xeyirxah və yardıma hazır olan obrazla qarşılaşır. Yəni çanaqlı bağa ilə, düzdür bu da. Ona verilən ağıllı məsləhətə qulaq asmır. Kim vermişdi ona ağıllı məsləhət? Yanlışdır. Tənbəlliyi və bacarıqsızlığı təcəssüm edir. Bu da Kərgədan əsərindədir. Deməli, nə oldu cavab? Doğru cavab 1-4, yox, doğru cavab 2-3. 2-3 də B variantı. Mahmud bəylə Şahmar bəyi, amma yanlışları götürəcəyik burada da. Deməli, diqqətli olmaq burada da deyir. Nahaq qan tökülməsinə qarşı çıxırmı? Çıxır, amma Şahmar qarşı çıxmır. Əksinə qan davasını istəyirdi. Ona görə bir doğrudur. Fəxrəddinin maarifçi arzularını dəstəkləyirmi? Mahmud bəy dəstəkləyir də. Maarifçi arzularını Şahmara da demək olar da dəstəkləyir. Ona görə bunu yanlış götürə bilərik. Çünki Şahmar da qardaşının maarifçi arzularını dəstəkləyir. Amma bununla bərabər qan davasını da istəyir. Mülkədar oğludur. İkisi də elə idi. Biri Heydər bəyin, biri də Rüstəm bəyin. Qan davasının acısını yaşayır. İkisi də yaşayır. Bu qardaşını itirir. Şahmar bəy, Mahmud da elə özü də ölür. Qardaşını da itirir. Nadanlıq mühitinin qurbanına çevrilmişdimi? İkisi də qurbanına çevrilib deyə bilərikmi? Yox, daha çox Mahmudu deyə bilərik əslində. Şahmar qurbanına çevrilib demək olmaz. Mahmud yazıq arada gedir, Şahmar ölmür. Valideyni ilə həmfikirdir, anasından həmfikir idi Şahmar bəy, amma Mahmud bəy atasından həmfikir deyildi. Nəysə, nəticədə nə olur? Yanlışlar olur 2 və 5, o da Y variantı. Səsli qız əsərinə bağlı doğru-yanlış cədvəlinə baxacağıq. Aylarla davam edən mühasirə ölkənin işğal olması ilə nəticələnmişdimi? Bəli, 6 aydan çox mühasirə olmuşdu. Ölkənin müqavimət göstərmədən təslim olması müəllifin təəssüfünə səbəb olur. Müqavimət göstərmişdilər, yalandır bu. Ölkə sakinlərinin ölənlər üçün yas saxlamaması Saranı hiddətləndirir. Belə bir şey də yoxdur, Saranı hiddətləndirəcək. Sonra məğlub şahın göstərişi ilə ölkə sakinləri qalib hökmdarın gəlişini bayram kimi qəbul edirlər. Məğlub hökmdarın göstərişi deyildi, bu qalib hökmdarın göstərişi idi, yanlışdır. Sonra deyir ki, bayram kimi qeyd edirlər. Bunu dedik. Qalib hökmdar məğlub şahın var dövlətini əlindən alsa da özünü öldürmür. Düz fikirdir, özünü öldürmür. Deməli, qalib hökmdar məğlub hökmdarın var dövlətini alır və özünü öldürmür. Doğru fikirdir. Sonra Sara nişanlısı Arqunun vəsiyyətinə əməl edərək. Onun vəsiyyəti yox idi. Ona görə də yanlış fikirdir. Nəysə, doğrudan doğrunu seçəcəyik, yanlışda da yanlışı seçəcəyik, cavabdan da cavabı seçəcəyik. 1-4-6. Yanlışı istəyir burada. Müraciət şəklində yazılmışdı. Bəli, Qafqaz müsəlmanlarına müraciət edir. Mədəni geriliyin səbəblərinin savadsızlıq və elmsizlik olduğunu vurğulayır. Elmin təhsilin vacibliyi vurğulanır, düzdür. Şairin maarifçilik görüşləri var təbii ki. Baxın, Şəriət məhkəməsində başçılıq edən qazılar satira hədəfidir. Baxın, bu əsər satira deyil. Ümumiyyətlə, Seyid Əlim Şirvani özü satirik şair olsa da biz onun satirasını keçməmişik. 2 əsərini keçmişik. Güşqıl və Qafqaz müsəlmanlarına xitab. Heç biri satira deyil. Həmişə bunu yadınıza saxlayın. Deməli belə, Cəlil Məmmədquluzadənin Anamı kitab əsərindəki obrazlarla bağlı yanlış fikri müəyyənləşdirin. Deməli deyir ki, Rüstəm bəy, Mirzə Məhəmmədəli, onun nitqi ilə qardaşların hansı şəhərdə təhsil alması haqqında məlumat alınır. Bəli, Rüstəm bəy bunu danışır. Həm özü, həm də qardaşlarının harada təhsil aldığını deyir. Bu doğru fikirdir. Zəhrəbəyimi
incitdiyi üçün ondan üzr istəyir. Bu ikisi də istəyir. Ona görə bunu yanlış götürəcəyik. Bu ikisinə də aid fikirdir. Sonra deyir ki, Zərəbəyim yalvarışları onun qardaşları ilə mehriban olmağa sövq edə bilmir. Bu ortaq cəhətdir. İkisi də mehriban ola bilmir. Kitablarını toplayaraq evdən getmək fikrinə düşən Mirzə Məhəmməd Əlidir. Doğrudur. Bu da düz yerə yazılıb. Sonra deyir ki, cəmiyyət xeyriyyənin icrasına il hesabı. İl hesabı ilə bağlı danışan Rüstəmin dostu Aslan idi. Ona görə bu yanlış fikirdir. Nəysə cavab olacaq. Yanlışlar dediyinə görə 2 və 5. 2 və 5 hardadır? A variantında. Sonraki sualımıza baxaq. Hayf ki, yoxdur şeirlə bağlı yanlış. İbrahim xana Kür qırağından ayrılmamaq məsləhət görülür. Əsərdə belə bir məsləhət olmadığına görə elə cavab A variantıdır. Digər variantlar düzdür. Çox vaxt itirməyək. Biraz işim var uşaqlar. Deməli, əkinçi əsərlə bağlı doğru fikri müəyyənləşdirin deyir. Baxırıq buna da. Mülkədar əkinçinin borcunu ödəyə bilməməsi ilə bağlı gətirdiyi səbəbləri bəhanə hesab edir. Bəli. Deyir, yəni qabağımda yenə boynunu əyib durma. Bəhanədə belə deyək dedikləri. Məzlum vəziyyətdə olan kəndlinin nitqində, kəndlinin nitqi yoxdur, ona görə yanlışdır. Kəndlinin məhrumiyyətlə dolu yaşayışı ilə mülkədarın naz-nemət içində olması qarşılaşdırılır. Bəli, sonuncu bənddə mülkədarın özünün yaşayışı ilə bağlı bənddir. Mülkədar kəndliyə alçalıcı münasibət bəsləsə də bəzən onu anladığına görə anladığını da etiraf edir. Anladığı yoxdur. Ona görə yanlışdır. Deməli, kəndli uzun illər mülkədar tərəfindən istismar olunmasına nəhayət etiraz edir. Belə bir etirazda onun dilindən eşitmirik. Yanlışdır. Cavab olacaq 1 ilə 3. Var mı elə bir variant? Y variant. Deməli, Aldanmış Kəvakib əsərindən verilən hadisələrin ardıcılığı bərpa olunur. Yusuf Şah hakimiyyətə gəlməyinin səbəbini Xacə Mübarəkdən öyrənir. Saray adamları Yusuf Şahı sarayla tanış etməyə başlayırlar. Yusuf Şah Əsəd bəyə bir sıra saray xadimlərinin zindana salması ilə bağlı göstəriş verir. Baxın, bunun yeri dəyişikdir. Bundan sonra baş verir. Birinci göstərişidir, sonra tanış olmağa gedir. Yusuf Şah dostlarını saraya çağırtırır və onlara vəzifə verir. Yusuf Şah vilayətlərə inanılmış baxıcılar təyin edir. Bunlar doğrudur yerindədir. 2 ilə 3-ə götürəcək, o da D variantı. Leyli Məcnun poemasının əsasında cədvəldəki uyğun fikirləri müəyyənləşdirin. Doğrunu deyir, burada da yanlışı deyir. Əsərdə həyata baxışı, davranış və əməllərlə bir-birindən fərqlənən obrazlar yaradılmışdır. Onsuz da bütün əsərlərdə belədir. Bu doğru fikirdir. Məcnunun ata-anası övladının məhəbbətini anlasalar da anlamırlar. Bu da yanlışdır. Leylinin atası cəmiyyətin davranış normalarına üsyan edən gəncin elçilərini qəbul etməkdən imtina edir. Çox da gözəl qarşılayır. Bu da yanlış fikirdir. Süjetli poem adımı, bəli, doğru fikirdir. Süjeti var. Geniş epik təsvirlərə yer verildiyi halda lirik ünsürlərdən istifadə edilməmişdir. Xeyr, burada lirik qəzəllər, məsələn, Məcnunun dilindən xüsusən lirik qəzəllər biz görürük. Bütün hadisələrin təsvirində nəsrdən də istifadə edilmişdir. Xeyr, nəsr yoxdur axı, belə deyək. Nəysə, nəticədə nə olur? Buradan doğruları götürəcəyik, biri. Buradan da yanlışları götürəcəyik, 1, 5, 6, A variantı. Məcnun kimi, burada təşbihlər istəyir. Məcnun kimi viranələr küncündə sərgərdən səhrayı qələndər mənəm. Məcnun kimi. Təşbih burada var. Yenə qılıncını çəkdiyi üstümə qurbanı olduğum o ala gözlər. Burada təşbih yoxdur. Qul ələskər, işin müşküldür. Müşkül burada da yoxdur təşbih. Özün bir tülək tərlansan, tərlana bənzətmə var. Tərlan kimisən deyir. Xəyalların dürdür, gövhərdir. Dürə bənzədir, gövhərə bənzədir. Təşbihlər deməli 1, 4, 5, o da A variantında var. 76-da xətainin yaradıcılığına bağlı uyğunluğu müəyyən edin deyir. Dəhnamə və nəsihətnamə əsərləri də burada. Burada da deyir ki, deməli, kainatda olan hamısını Allah yaratmışdır. Bütün bunlar ona məxsusdur. Bu nəsihətnaməyə aiddir. Sevənlərə axıra qədər dözümlü olmağa çağırış dəhnamədədir. B-ni buraya yazacağıq. İnsanlara, xüsusən də gənclərə, yaşlara hörmət etmək, könül yıxmamaq, xalqa sədaqətli olmaq tövsiyə edilən nəsihətlərdəndir. C-ni buraya yazacağıq. Əsərdə tərənnüm olunan eşqi bir mənalı qiymətləndirmək mümkün deyil. Bu dəhnamədədir. Həm real, həm ilahi eşqdir. Sonra məhəbbət və dövlət idarəsi. Dövlət idarəsi məsələsi burada yoxdur. Ona görə BD, AC, o da D variantı. Kitab Dəqiqoğluq dastanındakı boylarla bağlı uyğunluğu müəyyənləşdirin. Uruzun bəyin dustaq olduğu boy, bir də Qazanın evini yağmalandığı boy. Belə bir məqam verib bizə. Baxaq görək nə deyir. Deməli, burada deyir ki, düşmən ovda olan
Qazan bəyi gizlincə ələ keçirməyə çalışır. Ələ keçirməyə deyil, üstünə qoşun yeridilər, amma ələ keçirmək məsələsi yoxdur. Ekspedisiyada Qazan bəyin məşvərət məsləhət üçün yığılan məclisdir, amma bunlar kef məclisi idi. Ona görə bunu məncə heç birinə aid etmək olmaz. Bir şeylə bağlı iclas deyildi. Uruz 300 igidlə Qazan bəyin evinin keşiyində durur, evin yağmalanmasında bunu yazaq bura. Ata-övlad münasibətlərinə geniş yer verilmişdir. Uruz bəyin dustaq olduğu boyda daha geniş yer verilib, bunu yazacağıq bura. Burla xatun Qazan bəyin ardınca yola düşür. Bu da elə Uruzun dustaq olduğu boyda ilk gələn oydu. 1-ə D, 2-yə də C, o da Y variantı. Xuştbahın Natəvan piyesi ilə bağlı səhv fikri müəyyən edin deyir. Səhv fikri müəyyən edək də. Deyir ki, Xuştbahın Hidayət xanın təhdidlərinə baxmayaraq Seyid Hüseynə ərə gedirmi? Gedir, doğrudur. Əsərdə Xuştbahın Natəvan məclis ünslə bağlı fəaliyyətinə yer verilibmi? Verilib. Zahir bəy qala rəisinə Xuştbahını həbs etməyi məsləhət görürmü? Zahir bəy qala rəisinə Xuştbahını həbs etməyi məsləhət görür mü? Yox. Həbs etmək deyildi. Ondan satqınlıq eləmişdi. Knyaz Xəsər Xuştbahı ilə gizlin görüşəndə ondan nikahlarını təzələnməyi xahiş edir. Bəli, amma Xuştbahı Natəvan qəbul eləmir. Əsər Xuştbahının monoloqu ilə bitir. Bəli, bəyimə və deyir ki, gedin kəndlərə deyin ki, mənə bugündən vergi verməyəcəklər filan. Deməli belə, cavab oldu C variantı orada yanlış. Namərd Gülləsi hekayəsində qaldırılmış əsas problem xeyirxahlıq edən insan namərdliklə üzləşir. Məsələn, burada kim idi? Niftalı Koxa deməli xeyirxahlıq eləyir, əvəzində isə mürşid ona qarşı namərdlik eləmiş olur. Deməli belə, demək ki, Qampoladdan xəbər var. Evet, yarın şübhəsiz gəlir, çıxar. Zərər yox, onu mən sağ qoysam əgər, dünyada yox bəndən alçaq bir nəfər. Bir ay pusmaq lazım gəlsə acsız, bəklərim onu rahatsız, uyğusuz. Bunu deyən, deməli, bu hissəni deyən kim idi? Deməli, Orxan. Bu da əvət də gəlir deyəndə İsmətdir. İsmətlə Orxanın söhbətindəndir. Hansı ki, o xəncərzada düşmüşdü, qalmışdı Orxan İsmətdə. Bax, o hissədəndir. Nəysə, bura baxaq. Orxanın qanlı niyyətinin olduğunu göstərirmi? Göstərir. Onu öldürmək istəyir Qampoladı. Səlimin Qampoladın gəlişi ilə bağlı Səlmadan müjdə alması səhnəsinə aiddir. Xeyr, bayaq dedim, hansı səhnədəndir? Orxanla İzzətin Qampoladı öldürmək üçün gözlədiyi vaxtı olan dialoqdan da xeyr. Səlimin İsmətdəki xəncərlə bağlı bacısı ilə söhbətidir. Xeyr, bunu dedim, hansı söhbətdir? Deyilən sözlər obrazın inatkarlığını aydın göstərir. Bəli, deyir ki, deyib bəklərim onu uyğusuz filan, nə qədər bir ayda lazım olsa görər. Deməli, burada səhvləri dediyinə görə nə götürəcəyik? 2, 3, 4, C variantı. Burada deyir ki, sırası ilə təqdim edilən dövr ardıcılığını müəyyənləşdirin. Orta dövr Azərbaycan ədəbiyyatı, maarifçi realizm dövrü, maarifçi tənqidi realizm dövrü. Deməli, İskəndərnamə qədim dövr ədəbiyyatıdır, daha doğrusu intibah dövrü deyək. Bunun aid deyil. Birinci orta dövr lazım. Dastan Əhməd Əramını göstərə bilərik. Daha doğrusu, bəli, Dastan Əhməd Əramını göstərə bilərik. Sonra Rəşid və Vəsadət xanım elə ilk maarifçi əsərdir, 19-cu əsrin əvvəlləridir. Bir də tənqidi realizm, romantizm dövrdə Ölülər əsərini götürə bilərik. 1909-cu ildə yazılıb. Elə B variantı doğrudur. Deməli, Əhməd ağıllı uşaq, Əhməd dəli şagird Əhməd. Bunların müqayisəsi ilə bağlı baxaq görək nə verib bizə. Deməli, deyir ki, fərasətli və inatkardır, ortaqdır deyir, düz deyir, kisə inatkardır. Almaların kisə sirrini açır. Zindana salınmış qocaları, bu ağıllı uşaqdakı Əhməd idi, qocalarla bağlı. Çətinliyi dəf etmək üçün müdrik insanlardan məsləhət alan ağıllı uşaqdakıdır, o birisi özü tapır. Hökümdarın qarşısında şərt qoyur, bəli. Ağıllı uşaqdakı Əhməd deyir ki, meydanda açım sirri. Dərdi şagird də qızını istəyir də. İşgəncələrə dözərək məqsədinə nail olurmu? İşgəncələrə dözərək məqsədinə nail olan da dərdi şagird Əhməddir. O birisinə bir işgəncə verən olmadı. Nəticədə nə oldu? Ortaq fikirlər 1, 2, 5, o da B variantı. 83-də deyir ki, İskəndərnamə əsərinin əsasən yanlış fikirləri müəyyənləşdirin deyir.
müəyyənləşdirək. Daranın iki sərdarı İskəndərin hücumuna gələrək Qızıl müqabilində Daranı öldürməyi təklif eləyir. Bəli, belə bir şey eləmişdi. İskəndər də razılaşmışdı hətta. İskəndər Kayanlardan atasının qisasını almaq üçün Daranın ordusu ilə deyir. Kayanları ümumiyyətlə çox istəyirdi. Ona görə də bu yanlışdır. Onlara hörməti var idi. Dara Misirlilərə qalib gələn İskəndərdən intiqam almaq üçün intiqam məsələsi deyildi. Dara İskəndərdən intiqam almaq deyildi. Onun vergini artırmışdı. Daha çox pul istəyirdi. O da vermir. Dara ilə İskəndər ordusu qarşılaşanda heç bir tərəf sülh haqqında düşünmür. Sona qədər mübarizə aparmaq istəyir. Xeyr, İskəndər sülh haqqında düşünürdü. Kayanlara qarşı hörməti var idi. O da müharibəni ilk başlatmaq istəmirdi. İskəndərə Kayan taxtına hörmət göstərmək məsləhət görülürmü? Bəli, alimlər məsləhət görür. Deməli, burada da yanlışı deyir. Ona görə 2, 3, 4 variantını seçirsiniz. Növbəti sual Cabbarlı Oğlu əsərinə bağlı doğru yanlış cədvəldir. Bu da rahat sualdır. Əslində çətin bir şey yoxdur burada. Azərbaycan teatrında aktrisa olaraq çalışmaq arzusunu qardaşı ilə bölüşür. Kim? Frəngizmi? Belə bir şey qardaşını demir. Aslan bəyin Oqtayı sürgün etdirmək təhdidini nəzərə almır. Xeyr, nəzərə almır. Nəzərə alır. Elə ona görə qardaşın Oqtaya deyir də səni sevmirəm. Səhnəyə çıxarsa haqqında böhtanlar yayılaraq adının ləkələnməsinə ehtiyat etdiyi anlar olur, amma buna baxmayaraq çıxır səhnəyə. Doğru fikirdir. Yanlışdan da yanlışı götürəcəyik. Səhnəyə qayıtmış Oqtayın uğursuzluğa düçar olmasına çalışanların niyyətlərini əvvəlcə Xaspoladdan öyrənir. Xaspoladdan deyil. Səməd ona məktub yazır orada ondan öyrənir. Yanlış fikirdir. Səhnəyə çıxmağa qərar verərkən geri dönməyin mümkünsüz olduğunu anlamışdımı? Bəli. Nərgiz çıxmır. Bu çıxır. Bir müddət Sevərə yardım etmişdi. Bəli, bu da Sevərə yardımını da biz görmüşdük Oqtay sürgündə olan vaxtı. Nəticədə doğru budur, yanlış da budur. Cavab da 3-4'dür. Əsgər məktubu burada ən səyi suallardan biri budur. Yanlış fikir istəyir. Bu əsərin özü nədir, nə də bir mahiyyəti olan əsər götürüb salmırlar. Götürüb nə salıblar? Əsgər məktubu. Əsgər məktubu alıram hərdən. Nə bilim, nə dolu. Nəysə, mənasız əsərdə bu boyda sual, açıq sual gətirib salırsınız. Bu nə sualdır? Deməli, sərhəddə vətən torpağını qoruyan əskər oğullardan bəhs edilmi edir. Torpaqlarımızın etibarlı müdafiəçilərinin zahiri portreti. Zahiri portreti yoxdur burada. Gənc əskərin munist duyğuları, his və düşüncələri misralara köçürülmüşdür demək olar hardasa. Bir əskər yazır ki, sərhədçiyəm mən filan, belə bir şeylər var idi. Əsərdə insan mənəviyyatı, onun həyata mövqeyi, məqsədi ilə bağlı suallara cavab axtarılır. Belə bir şey məncə cavab axtarılmadı. Ana torpaq, vətən qeyrətli balaların yeni nəsillərə qoyub getdiyi ən dəyərli müqəddəs əmanət hesab olunur. Bunu düz götürə də bilərik, düz götürməyə də bilərik. Yəni, konkret əsərdə belə bir şey yoxdur, belə bir hesab etmə yoxdur. Mən ona görə götürürəm, səhv götürürəm, amma sabah düz çıxsa deməyin ki, ay müəllim, niyə düz çıxdı? Konkret əsərdə belə bir şey yoxdur. Düzdür, vətəni qoruyan əskər var, amma ana torpaq, vətən qeyrətli babaların yeni nəsillərə qoyub getdiyi ən dəyərli müqəddəs əmanət. Babalar filan, o əsərdə baba, nənə, bilən, xala, bibi yoxdur axı, səhv fikirdir. İnsanın vətən qarşısındakı borcu övladın valideyn qarşısındakı borcu ilə müqayisə edilir. Belə müqayisə də yoxdur. Mənə görə cavab 2, 4, 5, 6'dır. Amma dediyim kimi 5 olmaya da bilər. Onu baxarsınız. Deməli, epik növün eyni janrında yazılmış əsərləri müəyyənləşdirin. Qaradağı hekayə, Ayrılan yollar roman, Vətən yaraları hekayə, Firuzə hekayə, Kamança piyes. Deməli, nə oldu? 1, 3, 4 olacaq cavab. Deməli, burada deyir ki, Hasan Paşa ilə Bolu bəyi müqayisə edirik. Hasan Paşa ilə Bolu bəyi. Deyir ki, nə deyir? Xodkarın təşkil etdiyi məclisdə iştirak edən Hasan Paşadır. Bunu yazacağıq bura. Sonra, istəyirdi ki, hamıdan əvvəl Koroğlunun qoşun çəkib tək başına görsün işini. Bolu bəyidir bu. Ərzincanlı Bolu bəy. Koroğlunu ələ keçirmək ikisi də istəyirdi. Çənli belə Ərzincandan hücum edən Bolu bəli idi. Toqatdan hücum edən Hasan Paşa idi. Bir də vardı, Qarslandakı Ərəb Reyhan. Koroğlunun üzərinə üst tərəfdən qoşun çəkib onu ələ keçirməyə məsləhət görürdü. Bunda təbii ki, Hasan Paşa idi. Öz məclisində demişdi. 1'ə AY, 2'yə BB yazmışam. Bu nə tər BB-dir? YB. Bu Y'dir. Elə düşünün siz. YB 3'ə də C. Nə oldu, qutardı, nə tez? Deməli belə, obrazların xarakteri, xüsusiyyətləri ilə bağlı cəmiyyətdəki mövqeyi. Bu mətni istəyirsiniz belə saxlayın, oxuyun siz.
Sonra cəmiyyətdəki mövqeyi əsasında müqayisə cədvəlini doldurun. Dolduraq da belə bir müqayisə cədvəli verilmiş orada. Burada Fərhadoğludur. Qoca və Dəniz əsərində də qocadır. Bura ortaq cəhət istəyir. Fərhadoğluna burada nə yazacağıq? Fərhadoğlu üçün deyəcəyik ki, nədir? Xarakteri xüsusiyyətlərlə bağlı. Bu ortaq cəhət ikisi də deməli çalışqandır, zəhmətkeşdir, belə bir şey yaza bilərsiniz. Fərhadoğluna yazın ki, xarakteri xüsusiyyətlər. Nə bilim, dəmirçixanada işləyirdi, bu da xarakteri xüsusiyyətdir, düzdür, xarakteri deyil. Xarakteri oydu ki, nə idi xarakteri bu adamın? Xarakteri xüsusiyyət dediyinə görə, bax elə bunu yaza bilərsiniz. Uca boylu, cüssəli, nə bilim, belə bir şeylər yazmaq olar. Yəni, çünki sırf xarakter demir də, xarakteri xüsusiyyət deyir. Qoca və Dəniz əsərində də qoca deməli, saçları ağarmış, nə bilim, belə deyək də, ətrafdakılar tərəfindən uğursuz hesab olunan və s. Nə yazmışsınızsa bir dənə qeyd eləyərsiniz, burada fikirlər çox fərqli ola bilər. Deməli, burada zəhmətlə keçən ömür, burada hekayədən bir parça da yazıb, burada Nizami Gəncəvinin. Bura yazırsınız, poemadır. Burada nə istəmişdi bizdən? Baxaq görək. Növ janr baxımından. Növ janr baxımından müqayisə edirik. Poemadır, nəzmlədir, nəsrlədir. Ortaq cəhətdə yazın ki, epik növdədir. Epik növ və təkyə var. İkisinə də yaza bilərsiniz. Burada təsvir ifadə vasitələri və parçadan nümunə gətirməlisiniz. Parçadan nümunə və təsvir vasitələri. Məsələn, burada yaza bilərsiniz. Metaforlar var idi xeyli. Nə bilim, bura yazın ki, zindan gürs, görüm, kürə istirahət edir, gürs sapını divara söküb, yeni güc toplayır, zindan. Bunları yaza bilərsiniz metafor kimi. Sonra başqa, deməli, başqa nə yazmaq olar bura? Bax, bunu yaza bilərsiniz bura. Sifəti kürənin rəngindən gilanar rəngi almışdı. Onu da yaza bilərsiniz bura. Məsələn, yazın metafor. Bayaq yuxarıda dediyim nümunələr yazın. Məsələn, təşbih yazın. Təşbih. Nə yazdım? Siz sözümü oxuya bilmədim. Siz necə oxuyasınız? Nümunəni yazın o gilanar dediyim. Başqa nə var burada? İnversiya falan varsa onu da tapıb yaza bilərsiniz də ifadə vasitəsi kimi. Deməli belə. Məsələn, bunu yazın. Bax, mübaliğə var. Mübaliğə. Gündə bir il cavanlaşır. Mübaliğə. Başqa da nə yazmışsınızsa onu qeyd edə bilərsiniz uşaqlar. Uğur olsun hamınıza. İnşallah nəticələriniz ürəyiniz istədiyiniz kimi olar.